İmam Rıza əleyhissalamdan rəvayət olunur. Hər kəs Aşura günü öz ehtiyacları üçün çalışmaqdan vaz keçər və bir işin ardınca getməzsə, Haqq Taala onun dünya və axirət ehtiyaclarını ödəyər. Hər kəsin Aşura günü müsibət, qəm və ağlamaq günü olarsa, Haqq Taala qiyamət gününü onun üçün şadlıq, sevinc və xoşbəxtlik günü edər və cənnətdə gözü bizimlə aydınlanar. Hər kəs Aşura gününü bərəkət günü adlandırar və o gün evi üçün bir şey tədarük edib saxlayarsa, bərəkət məqsədi ilə ehtiyat yığarsa, Allah o tədarükü onun üçün bərəkətli etməz. Əllamə Məclisi bu hədisin şərhində belə yazır: İnsan Aşura günü ağlamaqdan, novhə deməkdən və əzadarlıqdan yayınmamaq üçün dünya işlərindən heç biri ilə məşğul olmamalıdır. Həmçinin ailəsinə, övladlarına, İmam Hüseyn əleyhissalam üçün əzadarlıq etməyi tapşırmalı və elə bir matəm saxlamalıdır ki, sanki özünün ən yaxşı övladını və yaxınlarını itirmişdir.